Salam əziz abituriyentlər, mən Elşad Həsənov. Kanalımıza xoş gəlmisiniz. Bu günlərim sizlərə yeni bir mövzunun izahını verəcəm. Bərk maye və qazların təzyiqi. İndi isə dərsimizə başlayaq. Deməli, öncə bərk cisimlərin təzyiqindən danışacağım. Bərk cisimlərin təzyiqi nədir? Məsəl üçün, burada bir cisim dayanır. Bu cisimin təbii ki, ağırlığı var, kütləsi var. Hər hansısa bir cisim, bərk cisim olduğu yerə, səthə hər zaman təzyiq göstərir. Onun göstərdiyi təzyiq bir qüvvə yaradır. Onun təzyiq qüvvəsi adlanır, ona təzyiq qüvvəsi deyirik. Nə deyək? P təzyiq qüvvəsi. Və onun yerə dəydiyi hissənin bir sahəsi var təbii ki, S qədər sahəsi var. Cismin hər bir yeri yerə dəyməyəcək ki, müəyyən bir hissəsi yerə dəyəcək. Deməli, təzyiq qüvvəsinin, buradan yazıq, təzyiq qüvvəsinin səthin sahəsinə nisbətinə bərabər olan kəmiyyətə təzyiq deyirlər. Təzyiq qüvvəsinin perpendikulyar göstərən təzyiq qüvvəsinin səthin sahəsinə nisbətinə bərabər olan fiziki kəmiyyətə təzyiq deyirlər. Təzyiq P hərfinə işarə olunur. P bərabər F bölünsün S düsturundan tapılır. Bu təzyiqin düsturudur. Söhbət bərk cisimlərdən gedir. İndi isə təzyiqin vahidinə baxaq. Təzyiq nədən asılı ona baxaq. Təzyiqin vahidi Paskaldır. Və Paskalın açılışı var. Təbii ki, Paskalın açılışını elə təzyiq qüvvəsinin düsturundan göstərəcəyik. Təzyiq bərabər qüvvə böl sahə olduğu üçün Paskalın açılışı Newton bölünsün nə olacaq? Metr kvadrat olacaq. Deməli, Newton bölünsün metr kvadratı yazmış olacaq. Təzyiq asılıdır səthin sahəsindən və təbii ki, təzyiq qüvvəsindən asılıdır. Məsəl üçün, eyni bir cisimi çəkirəm, müxtəlif vəziyyətdə. Deməli, bu bir cisimdir. Yerə dəyin hissəsinin sahəsi S-dir. Bu tərəfində sahəsinin 2S-dir. İndi bu cisimi tərsinə çevirib qoyduğumuz zaman, demək belə qoysaq, baxmalıyıq görüm hansının da təzyiq qüvvəsi, təzyiq böyükdür, təzyiq və yaxud da kiçikdir. Demək belə. Mən birinci şəkildə görürəm ki, bu da ikinci şəkil. Əslində eyni cisimdir. Eyni cisim isə ikisinin də səthə göstərdiyi təzyiq qüvvələri eyni olacaq. Bunların səthə göstərdiyi təzyiq qüvvələri cisimlərin ağırlığına bərabərdir. İkisində də nə olacaq? Eyni olacaq. Yazsam belə yazaram. F təzyiq qüvvəsi 1 bərabərdir F təzyiq qüvvəsi 2. Niyə? İkisinin də təzyiq qüvvəsi eynidir. Çünki ikisi də eyni cisimdir və onların yerə baskı göstərdiyi təzyiq qüvvəsi onların ağırlığına bərabərdir. İkisinin də ağırlığı eyni olduğu üçün təzyiq qüvvəsi eynidir. Amma sahəsi fərqlidir artıq. Yerə dəyən hissəsinin sahəsindən söhbət gedir. Buradakı sahə deyəndə cismin ümumi sahəsi nəzərdə tutulmur. Cismin yerə dəyən hissəsinin sahəsi nəzərdə tutulur. O zaman bu düstura görə təzyiq qüvvəsi ikisində də eynidirsə, təzyiq sahəyə necə asılıdır? Təbii ki, tərs asılıdır. O zaman biz deyəcəyik ki, birdən ikinci vəziyyətə keçəndə cisim, onun yerə dəyən hissəsinin sahəsi artdığı üçün avtomatik olaraq onun təzyiqi nə edəcək? Təbii ki, azalmış olacaq. Çünki sahə artanda təzyiq azalır. Yəni, buradan belə bir nəticə göstərilir ki, təzyiq qüvvənin sabit qiymətində sahədən necə asılıdır? Təbii ki, tərs asılıdır. Və yaxud da ola bilər ki, qüvvədən düz asıldığını göstərək. Baxaq şöyle necə göstərir qüvvədən düz asıldığını. Deməli, təzyiqin təzyiq qüvvəsindən asıldığını göstərəcək. Məsəl üçün, burada bir cisim dayanıb. Yerə dəyən sahəsi eynidir. M kütləli cisim dayanıb. Mən ikinci vəziyyətdə həmən o M kütləli cisimin üzərinə bir dənə də M kütləli cisim qoydum. Gördüyümüz kimi, bunun yerə dəyən hissəsinin sahəsi neynəmədi? Dəyişmədi. Sahə konstant. Əgər sahə dəyişmirsə, bəs nə artdı? Təbii ki, yerə baskı göstərdiyi təzyiq qüvvəsi artdı. Əvvəl M kütləli cisim təzyiq yaradırsa qüvvənə, indi isə 2M kütləli cisim yaradır. O zaman təzyiqimiz artdısa, təzyiq qüvvəmiz artdısa, təzyiqimiz nə edəcək? Təbii ki, o da artmış olacaq. Deməli, buradan belə bir nəticə çıxır ki, bərk cisimlərin təzyiqi sahə ilə tərs asılıdır, qüvvənin sabit qiymətində, qüvvə ilə isə düz asılıdır, sahənin sabit qiymətində. Bundan əlavə olaraq, təzyiqin başqa nədən asılı olduqlarına baxaq. Deməli, uşaqlar, bu düsturdan mən istəsəm, P bərabərdir, F təzyiq qüvvəsinin yerinə MC yaza bilərəm. Yəni, cismin ağırlıq qüvvəsi yaza bilərəm. O zaman bu da təzyiqin, bərk cisimlərin təzyiqi növbət düstur. Və bu düsturdan da görsənir ki, təzyiqimiz cismin kütləsindən də asılıdır. Təbii ki, necə asılıdır? Düz mütənasib asılıdır.
Təbii ki, yenə burada sahənin sabit qiymətində olmalıdır. Sonra nə edə bilərik uşaqlar? Bu düsturlar başqa bir şəkildə də gətirəcəm. Əslində mən bu düsturları yazanda bəzən uşaqlar deyir ki, o qədər düstur olar, biz bu qədər düsturu necə əzbərləyək, yadda saxlayaq. Əslində bu qədər düstur yoxdur. Sadəcə bir dənə düstur yoxdur. O da F bölü S. Biz əvəzləmə edirik. Əvəzləmə edəndə onlar düstur sayılmır ki, düsturdan düstur çıxarmaq sayılır. Yəni ki, F-in yerinə biz MC qoyuruq. Bu əlavə bir düstur deyil, elə F bölü S düstur. Və yaxud da S-in yerinə nəsə qoya bilərik. Bu da bir əlavə düstur olmamış olur. Yəni, eyni düsturu sadəcə əvəzləmə etmiş olur. S cismin yerə dəyən hissəsinin sahəsidir. Əgər cismin yerə dəyən hissəsinin sahəsi dairə şəklində olarsa, məsəl üçün deyək ki, silindir formalı bir cisim götürək. Bu silindir formalı cisimdə cismin yerə dəyən hissəsi nə olur? Dairə şəklində olur. O zaman biz nə etmiş olacaq? Dairənin sahəsini yazmış olacaq. Deməli, S-in yerinə dairənin sahəsi yazılır. Dairənin sahəsi nədir? Pi r kvadrat. Və biz S-in yerinə istəsək pi r kvadrat yaza bilərik. Onlar təzyiqin düsturu nə? F təzyiq qüvvəsi bölünsün pi r kvadrat. Və yaxud da diametrlə əvəz edək. Burada R radiusdur təbii ki. Yerə dəyən cismin dairə şəklində olduğu üçün onun nədir? Radiusudur. Onun yerinə diametrlə əvəz edə bilərik. Pi d kvadrat bölünsün 4 olmuş olacaq. Pi d kvadrat bölünsün 4 olmuş olacaq. 4 də təbii ki, yuxarı çıxır. Bu da təzyiqin düsturudur. Və bu düsturlardan da biz görürük ki, təzyiq radiusdan asılıdır. Təbii ki, necə asılıdır? Tərs asılıdır. Kvadratı ilə tərs asılıdır. F-in sabit qiymətidir. Sonra görürük ki, bu düsturdan təzyiq diametrlə də tərs asılıdır. Təbii ki, bu da nə vaxt? F təzyiq qüvvəsinin sabit qiymətində tərs asılıdır. Bax, bunlar bərk təzyiqin düsturları, qrafikləri, vahidi və digər əlavə çıxarılmış düsturlar. Bərk təzyiq. İndi isə keçək mayilənin təzyiqinə. İndi isə mayilənin təzyiqindən danışaq. Uşaqlar, mayilənin təzyiqi nəyə bərabərdir? Deməli, bir qab çəkirik. Qabın içərisində deyək ki, maye var, müəyyən bir hündürlükdə, hər hansısa bir maye var, su ola bilər, başqa maye ola bilər, fərqi yoxdur. Təbii ki, uşaqlar, mayenin nəyi var? Sıxlığı var. Bu qabın dibinin nəyi var? Təbii ki, sahəsi var. O zaman bu maye öz ağırlığı ilə nə edir? Qabın həm divarlarına təzyiq göstərir, həm də qabın dibinə təzyiq göstərir. Bax, bu maye öz ağırlığı vasitəsilə qabın divarlarına da baskı göstərir, təzyiq göstərir. Qabın dibinə də təzyiq göstərir, divarlarına da nə edir? Təzyiq göstərir. İndi biz öncə bu mayenin qabın divarlarına göstərir təzyiq. Deməli, təzyiqi necə tapacaq? Təzyiq normalda nə idi? Təzyiq qüvvəsi böl S idi. Burada təzyiq qüvvəsi mayenin ağırlıq qüvvəsidir, yəni mg-dir. Mg böl S yazırıq. Bəs maye var, sıxlığı var. O zaman biz sıxlıqla əvəz etməliyik. M-i yerinə yazırıq. Bildiyimiz kimi nədir? Rho V vurulsun C bölünsün S. Və V nədir burada? V qabda olan mayenin həcmidir. Bu qabda olan mayenin həcmini tapmaq istəyirəmsə, qabın sahəsini, dibinin sahəsini hündürlüyünə nə etməliyəm? Vurmalıyım. O zaman mən Rho, V-ni yerinə yazıram. S vur H, vurulsun C yazıram. Bölünsün S. Buradan da təbii ki, S-lər nə edir? İxtisar. O zaman mayenin qabın dibinə göstərdiyi təzyiqin düsturu P bərabərdir. Rho, C, H olmuş olur. Baxın, bu mayenin qabın dibinə göstərdiyi təzyiqin düsturudur. Bu düsturdan biz görürük ki, burada deməli Rho mayenin sıxlığıdır, C sərbəst düşmə təcilidir, H isə maye sütununun hündürlüyüdür. P də təbii ki, təzyiq. Bu düsturdan biz görürük ki, mayenin təzyiqi təbii ki, asılıdır mayenin sıxlığından. Necə asılıdır? Düz. C bərabərdir konstant şərtində, H bərabərdir konstant şərtində. Təbii ki, mayenin təzyiqi asılıdır H-dan, ondan da düz asılıdır. Burada da Rho konstant şərtində, C konstant şərtində yazacaq. C də yer səthində hər yerdə C eyni olduğu üçün da C-dən asılılığını yazma ehtiyacı yoxdur. Bəs mayenin qabın divarlarına göstərdiyi təzyiq nəyə bərabərdir? Mayenin təbii ki, biz görürük ki, qabın divarlarına göstərdiyi təzyiq dibinə göstərdiyi təzyiqdən azdır. Niyə? Çünki mayenin səthindən divarlarına qədər olan hündürlük səthindən dibinə qədər olan hündürlükdən azdır. Hündürlük təbii ki, azdırsa təzyiq də nədir? Azdır. Amma biz burada
Divarların müxtəlif hündürlüklərdə də hər bir yerdə təzyiqləri fərqləndirə bilməliyik. Ona görə də biz divarlarına düşən təzyiqin orta bir qiyməti yazacağıq. Mayenin qabın divarlarına göstərdiyi təzyiq ortalama olaraq dibinə düşən təzyiqin yarısı qədər olur hər zaman. Təbii ki, deyə bilərsiniz ki, burada yarısı qədər olmur, burada yarısı qədər olmur, tən ortada yarısı qədər olur. Biz artıq onu detaylı şəkildə yaza bilməliyik. Ona görə ortalama bir qiymətini götürəcəyik. Mayenin qabın divarlarına göstərdiyi təzyiq, dibinə göstərdiyi təzyiqin yarısı qədərdir. Sonra bəzən belə tip suallar olur, qarşınıza çıxır. İstəyirəm onu bu qaydada sizə izahatını verim. Bəzən uşaqlar qarışdırır ki, hündürlük hansı hündürlükdür, hardan götürülən hündürlükdür. Məsəl üçün, deyək, eyni bir cisim mayenin müxtəlif hissələrində dayanır. Məsələn, bir cisim burada dayanır, səthindən olan, bir cisim də burada dayanır. Bizdən soruşa bilər ki, bu cisimin üstündən olan təzyiq, mayenin göstərdiyi təzyiq haradadır? Təbii ki, biz avtomatik olaraq deyəcəyik ki, mayenin göstərdiyi təzyiq ρ/H-dır. Rho eyni mayedə olduğu üçün Rho eynidir, C eynidir. Deməli, H-la müqayisə edəcəyik, hansının təzyiqi böyükdür. Biz buna birinci cisim, buna ikinci cisim deyək. Birinci cisimin üzərində olan maye sütunun hündürlüyü H1 qədərdir. İkinci cisimin üzərində olan maye sütunun hündürlüyü H2 qədərdir. Yəni, hündürlük yerdən olan hündürlük yox, mayenin səthindən olan hündürlük nəzərdə tutulur. O zaman mən birinci cisim üçün təzyiqi yazsam P1 bərabərdir ρ/H1 yazaram. İkinci cisimin təzyiq yazsam P2 bərabərdir ρ/H2 yazaram. Və buradan görsənir ki, H2 daha dərindədir. Yəni, H2 H1-dən böyükdür. O zaman yazacaq ki, P2 P1-dən böyükdür. Yəni, ikinci cisimin üzərindən düşən təzyiq, birinci cisimin üzərindən düşən təzyiqdən nədir? Böyükdür. Bunu da sizə mövzunun içərisində izahını vermiş oldum. Çünki bu tipdə suallar qarşınıza çıxacaqdır. Bu mayələrin, belə deyək, təzyiqi olmuş olur. Deməli, əziz abituriyentlər, qabda su var. Qab sakit yerində dayananda, sükunətdə dayananda, qabda olan suyun qabın dibində göstərdiyi təzyiq P bərabərdir ρ/H-dır. Amma bəzən ola bilər ki, qabı biz A təzyiqindən yuxarı qaldıraq. Əgər qabı biz A təzyiqindən yuxarı qaldırırsa, avtomatik onun dibinə düşən təzyiq bir anda nə edəcək? Artacaq. Və onun təzyiqi P bərabərdir ρ/C + A vur H olacaq. Və qabı A təzyiqi ilə birdən-birə aşağı indirdikdə, A təzyiqindən aşağı indirdikdə, qabın içərisində olan mayenin qabın dibinə göstərdiyi təzyiq bir anda azalacaq. ρ/C - A vurulsun H-a bərabər olmuş olacaq. Və bizdən soruşa bilərlər, bu təzyiqin təcildən necə asılı olduğunu qrafikini çəkək. Təcildən. Axı biz təcillə qaldırırıq yuxarı və yaxud da təcillə aşağı indiririk. Burada eyni şəkildə bu qrafiki biz çəkə bilərik. Təcildən asılı qrafikini çəkə bilərik. Biz buradan görürük ki, normal sükunətdə duranda qabda olan təzyiq ρ/H. Amma A təzyiqindən yuxarı qalxsanda ρ/C + A oldu. Yəni, A qədər nə etmiş oldu? Artmış oldu. Deməli, onun təzyiqi müəyyən bir nöqtədən başlayaraq, P0-dan, yəni ρ/H-dan başlayaraq nə edəcək? Təbii ki, artacaq. Amma aşağıdakında görürük ki, cisimi A təzyiqindən aşağı endirir və o təzyiqi bir anda nə edir? Azalır. Çünki C - A olur. Deməli, əvvəlki təzyiqi var idi P0 və bir anda nə etmiş oldu? Azalmış oldu. Və burada uşaqlar, mən iki məlumat verəcəm sizlərə. Həm bərk cisimlərin təzyiq qüvvəsinin müqayisəsini göstərir, həm də mayələrin təzyiq qüvvəsinin müqayisəsini göstərir. Deməli, öncə mayelərdən danışaq. Elə mayeləri burada göstərmişik ona görə. Bizdən soruşa bilərlər. Mayələrin təzyiqin düsturu nədir? Yazıram, P bərabərdir ρ/H. Və bu düsturdan görsənir ki, mayələrin təzyiqi sahədən asılı deyil təbii ki. Qabın dibinin sahəsindən asılı deyil. Əsas nədən asılıdır? Rho-dan və hündürlükdən asılı. Bizdən soruşa bilərlər, bəs mayələrin təzyiq qüvvəsinin düsturu nədir? Təbii ki, mayələrin təzyiq qüvvəsinin düsturunu biz buradan yazacağıq. Baxın, P bərabərdir F/S-dən, F bərabərdir P vur S və P-nin dəyərini nə yazacaq? F bərabərdir ρ/H vur S yazacaq. Bəs yaxşı, mayələrin təzyiqi sahədən necə asılıdır? Təbii ki, düz mütənasib asılı olur. Niyə? Çünki düsturdan görsənir ki, düz asılı. Təbii ki, bunların sabit qiymətidir. Bəs yaxşı, bərk cisimlərdə necə olacaq? Bərk cisimlərin təzyiqi P bərabərdir F/S-dir.
Baxın, mayelərin təzyiqi sahədən asılı deyil. Amma bərk təzyiqi sahədən necə asılıdır? Təbii ki, tərs mütənasib asılıdır. Mayelərin təzyiq qüvvəsi sahədən düz asılıdır. Amma uşaqlar, bərk cisimlərin təzyiq qüvvəsi sahədən asılı deyil. Çünki bərk cismin təzyiq qüvvəsi cismi necə çevirib qoyursan qoy, bərk cisimlərin təzyiq qüvvəsi onun deyək ki, ağırlığından asılıdır. Ağırlıq dəyişmədiyi üçün, məsəl üçün deyək ki, cisim belə dayanıb, S, 2S. Sən bunu çevirib tərsinə qoyursan. Çevirib tərsinə qoyanda cisim necə dayanacaq? Bu şəkildə dayanacaq. Bunun dəyişəcək nəyə uşaqlar? Sahə artdığı üçün təzyiq dəyişəcək. Sahə artdığı üçün təzyiq dəyişirsə, avtomatik təzyiq qüvvəsi necə? Dəyişməmiş olacaq. Yəni, qabın dibinə göstərilən təzyiq qüvvəsi, bu qabı nə tər istəyir, cisim nə tər istəyir, qoy, onun təzyiq qüvvəsi bu cismin ağırlığına bərabərdir. Cismin ağırlığı dəyişmədiyi üçün təzyiq qüvvəsi də nə eləməyəcək? Dəyişməyəcək. Yəni, təzyiq qüvvəsi sahədən asılı deyil. Çünki sahə dəyişəndə təzyiq avtomatik dəyişir. Sahə dəyişəndə təzyiq dəyişdiyi üçün təzyiq qüvvəsi avtomatik nə olur? Sabit qalır. Bu qrafikləri mütləq şəkildə dəqiq öyrənmək lazımdır, qarışdırmaq olmaz. İndi isə uşaqlar, mən sizə hidravlik presdən danışacağım və Pascal qanununu danışacağım. Öncəliklə Pascal qanununun nə olduğuna baxaq. Pascal qanununun tərif olaraq belədir. Qapalı qabda olan qaz və mayelərə xaricdən göstərilən təzyiq dəyişmədən hər tərəfə bərabər şəkildə ötürülür. Məsəl üçün, deyək ki, burada bir dənə qapalı qab var, içərisində qaz var. Mən bu qabı hardan sıxsam qüvvə ilə, xaricdən qüvvə ilə sıxsam, ötürdüyüm o qüvvə hər tərəfə bərabər şəkildə paylanacaq. Məsəl üçün, deyək ki, bir kulokun içərisində su dolduraq, möhkəm bağlayaq və deşiklər açaq. Biz xaricdən onu sıxdığımız zaman deşiklərdən eyni şırlarla sular neynəmiş olacaq, axmış olacaq. Yəni, Pascal qanunu bunu bizə göstərir ki, xaricdən göstərilən təzyiq hər yerdə eyni şəkildə paylanır. Qaz və mayelərdən söhbət gedir. İndi, birləşmiş qablarda, daha doğrusu hidravlik presdə işləmə prinsipi Pascal qanununa əsaslanır. Ümumiyyətlə, cihazların hansı cihazın işləmə prinsipi varsa, onu mütləq şəkildə öyrənmək lazımdır. Çünki qəbul imtahanında 30 sualdan biri mütləq şəkildə cihazlarla bağlı olur. Yəni, cihazın iş prinsipini soruşa bilərlər, cihaz nə işə yarayıb, onu soruşa bilərlər. Yəni ki, hansı fiziki kəmiyyəti ölçən cihazdır, cihazla bağlı mütləq bir dənə sual düşür. Bu hidravlik presdir. Hidravlik presin işləmə prinsipi Pascal qanununa əsaslanır. Pascal qanununda prinsipi belədir. Xaricdən göstərilən təzyiq hər yerdə bərabər paylanır. Məsəl üçün, buradan hidravlik presin 2 silindr formalı qabdan ibarətdir. Aşağısı boru vasitəsilə əlaqələndirilmişdir. Birinci silindrin sahəsi S1-dir, balacadır silindrin, o birisinin sahəsi S2-dir, o biraz böyükdür. Birinci silindrin üzərinə bir M1 kütləli yük qoymuşam, orada M2 kütləli yük qoymuşam. Buradan göstərilən təzyiq qüvvəsi aşağıda təzyiq yaradır. Burada öz ağırlıq qüvvəsindən təzyiq qüvvəsi ilə göstərir, burada təzyiq yaradır. Bu qapalı qab olduğu üçün, içərisində də maye olduğu üçün, bunun bura göstərdiyi təzyiq ilə bura göstərdiyi təzyiq nədir? Bərabərdir. O zaman Pascal qanunu ödəndiyi üçün mən yazıram. P1 bərabərdir, təbii ki, P2. O demək ki, buradan basılan təzyiq bir-birinə bərabərdir. Təzyiqlərin bərabərliyindən nə çıxacaq? Mən burada P1-in yerinə yazıram F1 böl S1 bərabərdir. P2-in yerinə yazıram F2 böl S2. Yəni, bunu belə də yaza bilərik. F1 böl F2 bərabərdir, S1 böl S2. Bu bərabərlik bizə onu göstərir ki, qüvvəsi az olanın sahəsi azdır, qüvvəsi çox olan sahəsi çoxdur. Yəni, qüvvə ilə sahə bir-birindən düz asılıdır. Qüvvə ilə sahə bir-birindən düz asılıdırsa, təzyiqin düsturundan F böl S-dən qüvvə ilə sahə bir-birindən düz asılıdırsa, yəni bu demək ki, qüvvəsi az olan sahəsi az, qüvvəsi çox olan sahəsi çox. Qüvvəsi az olan sahəsi az, qüvvəsi çox olan sahəsi çoxdursa, bu demək ki, qüvvə artanda sahə artır, qüvvə azalanda sahə azalır. O zaman təzyiq nə olur? Sabit qalır. Həqiqətən də Pascal qanunu nə edir? Ödənilmiş olur. Burada biz başqa formada yaza bilərik. Bunun yerinə mən yaza bilərəm. F1 M1 kütləlisinin ağırlığıdır. M1 vur G böl S1. F2-ni də yerinə yazaram. M2 vur G böl S2 yazaram. Təbii ki, G-lər gedər. Yerdə qalar M1 böl S1 bərabərdir. M2 böl S2. Bu da çıxarış olaraq sizin qarşınıza çıxa bilər düstur şəkildə. Bəs aşağıda nə izah etmək istəyirəm? Aşağıda belə bir şey var. Deməli, mən buradan
hər hansı bir qüvvə ilə baskı göstərsəm, bunu aşağı doğru bassam, portion, bax burada portion var. Bu portion aşağı doğru itələsəm, digər portion da yuxarı doğru itələmiş olacaq. Və bu portion aşağı itələyəndə müəyyən bir litr həcmdə suyu aşağı itələmiş oluram. Eyni su, eyni həcmdə su yuxarı qalxmış olacaq. Amma bu portionin sahəsi dar olduğu üçün, balaca olduğu üçün burada düşən suyun hündürlüyü çox olacaq. Amma burada qalxan suyun hündürlüyü nə olmuş olacaq? Az olacaq. İndi mən bu ifadədən istifadə edərək yazıram. Amma həcm olaraq eyni litrdə, burada neçə litr suyu aşağı itələmişəmsə, burada da eyni litrdə su nə etmiş olacaq? Yuxarı qalxmış olacaq. Suyun həcmində bir dəyişiklik olmayacaq. Ona görə yazıram. Birinci porşiyada aşağı itələdiyim su bərabərdir. İkinci porşiyada yuxarı qalxan suya. Suyun həcmi SH olduğunu bilirik. O zaman yazıram S1H1 bərabərdir. S2H2. Buradan da alınır ki S1 böl S2 bərabərdir. Təbii ki H2 bölünsün H1'ə. Yəni sahə ilə suyun aşağı enmə, yuxarı qalxma hündürlüyü bir-birindən tərs asılıdır. Sahəsi balaca olan su daha çox aşağı enəcək. Sahəsi çox olan su daha az yuxarı qalxmış olacaq. Bu bərabərliyi təbii ki bu düsturda da biz yerinə yazsaq, o zaman S1 böl S2 yerinə təbii ki F1 böl F2 yaza bilərik. O zaman düstur belə olacaq. F1 böl F2 bərabərdir H2 böl H1. Buradan mən çarpaz vursam, almış oluram F1 vur H1 bərabərdir. F2 vur H2 almış oluram. Uşaqlar, F vur H, qüvvə vur yer dəyişmə deməkdir. Qüvvənin yer dəyişmə hasili bizə işi verəcək. Yəni A-nı verəcək. A bərabərdir F vur H. O zaman bu ifadədən görsənir ki, A1 bərabərdir A2. Hidravlik presdə işlər bir-birinə bərabərdir. O zaman işlərin nisbəti nə olacaq? Təbii ki 1 olacaq. Buradan görürük ki, təzyiqlər bir-birinə bərabərdir. O zaman bizə məsələlərində rastlaşacaq bu suallarla. Təzyiqlərin nisbəti nəyə bərabərdir? O da 1-ə bərabərdir. Yəni bunları mən ona görə buraya yazıram ki, məsələlər həllində sizin qarşınıza necə çıxacaq. Bu da oldu hidravlik presin işləmə prinsipi. Əziz abituriyentlər, indi isə sizlərə birləşmiş qablar haqqında məlumat verəcəm. Birləşmiş qablar minimum 2 qabın birləşməsindən ibarət olur. Təbii ki, ən azı 2 qab birləşir. 3 qab, 4 qab, 5 qab da birləşə bilər. Birləşmiş qablar nədir? Deməli, açıq səthləri olan, yuxarısı belə deyək, açıq olan, səthləri olan, aşağıdan borular vasitəsilə bir-birinə əlaqələndirilmiş qablar birləşmiş qablar adlanır. Birləşmiş qablara biz eyni cins maye də tökə bilərik, müxtəlif cins maye də tökə bilərik. Biz birləşmiş qablara eyni cins maye tökəndə burada olan su sütununun hündürlüyü, burada olan su sütununun hündürlüyü var və bu birləşmiş qabların birləşdiyi yerə təzyiq göstərir. Bunun göstərdiyi təzyiqə P1 deyirik, bunun göstərdiyi təzyiqə P2 deyirik. Və bu qabın dibinə göstərilən təzyiq bir-birinə bərabərdir. Həmən təzyiqlərin bir-birinə bərabərliyindən istifadə edərək onların hündürlükləri və sıxlıqları arasında əlaqə quraq. Yəni sıxlıqları eynidirmi? Zaten eyni maye olduğu üçün sıxlıq eynidir. Amma əsas bizdə məqsədimiz burada onun hündürlüyünü tapmaqdır. Mayenin qabının üzərində göstərdiyi təzyiqin düsturu bilirik ki, ρ, G, H1'dir. O birisində də olacaq ρ, G, H2. Biz niyə bura ρ1, ρ2 yazmaq? Çünki eyni mayedir. Eyni maye isə sıxlığı eynidir. O zaman buradan ρ'lar, J'lər ixtisar edəcək, qalacaq H1 bərabərdir H2. Yəni bu o demək olur ki, birləşmiş qablarda bircə mayələrin hündürlükləri həmişə eyni səviyyədə olur. Bir də var, birləşmiş qablara qeyri-bircə mayələr daxil edilir. Yəni biri su olsun, biri kerosin olsun məsələn. Bəs onda hündürlüklər nə olacaq? Təbii ki, fərqli olmuş olacaq. Baxaq görün hündürlüklər necə fərqlənəcək. Deməli, birləşmiş qabların düşən təzyiqlər də burada bir-birinə bərabər olacaq. Buna P2 deyək, buna P1 deyək. Yenə təzyiqlərin bərabərliyindən çıxardacaq. Hə, uşaq olaraq soruşa bilərlər ki, uşaqlar, siz də elə soruşa bilərsiniz ki, axı təzyiqin düsturu deyirsiniz ρ-H-dır. Amma burada H-lar fərqlidir. H-ı çox olanın təzyiqi çox olmazmı? Amma uşaqlar, sıxlıqlar fərqlidir da. H-ı çox olanın sıxlığı demək az olacaq. Ona görə təzyiq olmuş olacaq, eyni olmuş olacaq. Biz bu təzyiqlərin bərabərliyindən yazsaq. P1-ni yenə yazırıq. ρ1, C, H1. Bu birinci mayedir. Yaşılla göstərmişəm. P2-ni yenə yazırım. ρ2, C, H2. ρ2 isə ikinci mayedir. Onu da qırmızı ilə göstərmişəm. Hündürlüklər də fərqlidir. C-lər təbii ki, ixtisar edəcək. Alınır burada ρ1, H1 bərabərdir. Təbii ki, ρ2, H2. Bu da o demək ki, ρ1 bölünsün ρ2 bərabərdir H2 böl H1.
Aldığımız bu münasibətdən, bu düsturdan biz onu dərk edirik ki, birləşmiş qablarda qeyri-birciz mayelərin sıxlıqları onların hündürlüyündən tərs asılıdır. Yəni ki, sıxlığı çox olan mayenin hündürlüyü az, sıxlığı az olan mayenin hündürlüyü çoxdur. Siz də bunu müşahidə etmişsiniz. Məsəl üçün, suyun üstünə yağ tökəndə, yağ suya qarışmır, yağ suyun üzərində qalır. Niyə? Çünki yağın sıxlığı azdır, ona görə də onun hündürlüyü avtomatik olaraq nə olmuş olacaq? Çox olmuş olacaqdır. Bu da birləşmiş qablar hissəsi. Əziz abituriyentlər, indi isə sizə atmosfer təzyiqindən danışacağam. Atmosfer təzyiqi nədir? Öncə atmosferin nə olduğunu başa düşək. Atmosfer bizi əhatə edən havadır. Havada su buxarı var, müxtəlif təsirsiz qazlar var. Hamısı birlikdə hər zaman aşağı doğru baskı göstərirlər. Havanın göstərdiyi təzyiqə atmosfer təzyiqi deyirlər. Atmosfer təzyiqini ilk dəfə İtalyan alimi Torricelli öz təcrübəsində tapmışdı. Biz o təcrübəni qısa şəkildə burada sizə izahını deyəcəm. Deməli, nə etmişdi Torricelli? Bir qab götürmüşdür, səthi açıq bir qab götürmüşdür, qabın içərisində civə tökmüşdür. Sonra 1 metr uzunluğunda, yəni 1000 millimetr uzunluğunda dar bir boru götürmüşdür. O borunun içərisinə də civə tökmüşdür. Sonra borunun tərsinə çevirərək civə olan qaba qoymuşdur və müşahidə etmişdi ki, borudakı civə yavaş-yavaş qabdakı civəyə tökülməyə başlayır. Qabdakı civəyə tökülür, amma müəyyən zamandan sonra tökülmə dayanır. Tökülmə dayanandan sonra bu boruda olan civə sütunun hündürlüyünü ölçərək görmüşdür ki, 760 mm civə sütunu qalır. Yəni ki, 240 mm tökülür. Bəs yaxşı, fikirləşmişdi ki, görəsən bu boruda olan civə tökülməsi niyə dayanır, səbəb nə oldu? Və araşdırma nəticəsində müəyyən etmişdi ki, qabın içərisində su olan, civə olan qabdan açıq hissəsindən atmosferlə təzyiq göstərir. Həm də borudakı civənin təzyiq göstərir. Borudakı yaranan civənin təzyiqi çöldən olan atmosfer təzyiqinə bərabər olanda, civənin təzyiqi atmosfer təzyiqinə, qoy bunu P0-la yox, atmosferlə işarə ilə, atmosfer təzyiqi civənin təzyiqinə bərabər olanda artıq borudakı civənin tökülməsi dayanır. Və beləliklə müşahidə etmişdi ki, və yazmışdır ki, atmosfer təzyiqi 760 mm boruda yaranan civənin təzyiqinə bərabərdir. Və civənin təzyiqində düstur təbii ki, civə bir maye haldadır, yəni bərk halda da olur, maye halda da olur. Rho civə, G, H civə yazılır. O da bərabərdir. Civənin sıxlığı 13600-dür, vurulsun. J 9,8-dir, vurulsun. H civə sütunun hündürlüyü 760 mm-dir. Onu da metrə çevirəndə 0,75 metr olur. O da bərabərdir. Təxminən 10^5 paskal. Deməli, normal şəraitdə 0 dərəcə Selsidə dəniz səviyyəsində normal atmosfer təzyiqi 760 mm hündürlüyündəki civə sütunun yaratdığı təzyiqə bərabərdir və bu təzyiq təxminən 10^5 paskala bərabərdir. Amma hava şəraitindən asılı olaraq, yuxarı qalxdıqca havanın sıxlığının azalmasını nəzərə alaraq, atmosfer təzyiqi dəniz səviyyəsindən yuxarı qalxdıqca azalır, aşağı düşdükcə isə neyinir? Artır. Atmosfer təzyiqinin azalması da dediyimiz kimi 12 metrdə 1 mm civə sütunu azalır. Onu dəqiq tapmaq üçün onun da düsturu vardır. Düstur bu şəkildə yazıla bilər. P bərabərdir 760 çıxılsın H/12. Məsəl üçün deyək ki, fərz eləyək ki, dəniz səviyyəsindən 12 metr yuxarı qalxıbsa, atmosfer təzyiqi nə olacaq? 1 mm azalacaq. Yerinə qoyub yazsaq, H12-dir, 12/12-dir 1, 760-dan da 1 çıxanda nə qalır? 759 qalmış olur. Və yaxud da 120 metr qalxıbsa, 120/12-dir 10, 760-dan 10 çıxanda qalır 750. Bəs dəniz səviyyəsindən dərinliyə getdikcə atmosfer təzyiqi neyini? Təbii ki, artır. O da nə qədər artacaq? O da eyni prinsipindən artacaq. Hər 12 metrdə 1 mm civə sütunu neyləmiş olacaq? Artmış olacaq. Və atmosfer təzyiqinin bu hündürlükdən asılılığı müəyyən hündürlük artdıqca azalır. Amma müəyyən hündürlükdən sonra kəskin olaraq neyini? Dəyişir. O qrafik bu şəkildə çəkərik. Atmosfer təzyiqini ölçən cihazından uşaqlar, atmosfer təzyiqini barometr adlanan cihazından ölçürlər. Atmosfer təzyiqindən böyük və yaxud da kiçik təzyiqləri isə təbii ki, manometr adlanan cihazla ölçürlər. Dərsimiz bu qədər. Bu dərsin sonunun növbəti videoda izah olunacaq. Kanalı izləmədə qalın. Sağ olun. Uğurlu izləmələr sizlərə hər birinizə.